Əziz kitabsevər tamaşaçılarımız, xüsusən də balaca izləyicilərimiz ekrana yaxın əyləşin. Bugün sizə ən yeni və ən rəngli kitablarımızdan olan Fındıq Meşəsi şəhərciyində yaşayan Cəsur Dostlar kitabını təqdim edirəm. Fındıq Meşəsi dünyadakı ən dadlı fındıqların yetişdiyi xüsusi bir meşə şəhərciyidir. Burada heyvanlar və quşlar sülh və əmin-amanlıq şəraitində yaşayır, əylənir, təhsil alır, bir-birinin qayğısına qalır, bəzən isə dalaşır, nə qədər cəsarətli olduqlarını sınayır və ən əsası, qorxularını dəf edirlər. Məhz buna görə onlara balaca cəsurlar deyirlər. Onlarla tanış olan hər uşaq özünü bu qəhrəmanlardan hansınasa oxşada, həmçinin onların başına gələnlərə baxıb, özünü onun yerinə qoyaraq dərs götürə bilər. Əgər siz qaranlıqdan, hündürlükdən, oddan, həkimdən və ya məktəbdən qorxursunuzsa, narahat olmayın. Bu kitabın qəhrəmanları sizə qorxuların öhdəsindən necə gəlməyi öyrədəcəklər. Hər hekayəni oxuyandan sonra isə sizin üçün Bayquşun məsləhət qutusu var. O qutuda həm uşaqlar, həm valideynlər, həm arzularını həyata keçirmək üçün cəsarətə ehtiyacı olan hər kəsə uyğun sehirli reseptlər və gözəl məsləhətlər var. Özünüzə yaxşı baxın, sağlıqla qalın, kitabla qalın.